Onun da axırından gözüm su içmir. Hər şey ürəyivə salma, keçib gedər. Söhbət elə görə Lorana səfərini neyle qutardın? Dünən yenə oradaydım axı. Qoymuşam üstüne saatte 80, 90, 100. 2 saattan sonra oradaydım. Girdim çayxanaya, 2 stakan entine çay vurdum. Durdum ayağa dedim. Xaraba Loran çevirmalı, bir dənə də kişi yoxdur. Kimin sözü var çıxsın qabağıma? Bana cıngıllarını da çıxarmadılar. Çalıva da səni. Dilləri soğumuşlar qarınlarına. Mən də nə sənə, nə mənə, durdum oturdum maşına. Axşam saat 10'da garajdaydım. Aferin, Modre'ye maşınında geldin. Sağ ol. Yaxşı, sağ olun. Sağ ol. Sağ ol kardeşim. Sağ ol. Mahmud işe gelmişsin ha? Gedirəm. Otur aparım seni. Davay. Bəs ağabalıya ne deyirsən? Bu da senin Loran'ın. Ağabalan kişiliği. Evi yok, gelen defa giden de diyelim ki oranda bir tane kişi vardı. Onu tutla basla dama. Ana Mahmud gene ne kadı? Murat, bir bana zahmet çek. Hayır, duruşma. Sabah şiriysen Murat. Necə beyim? İşten gelende mənə bir restorana getirəsən, yaxşı? Yaxşı. Səninlə bir balaca işim var Murat. Bilirsən, sənin də, ailənizin də hörməti mənim üçün birincidir. Solmaz kimi qızı vermiş mənə. Dünyada bundan artıq mənim üçün heç bir şey ola bilməz. Özün də bilirsən də, daim mən Həsənin zadını tayıdıyorum ha. Başa düşürəm, cavan qızdır, kinoya da getmək istəyir, teatra da getmək istəyir. Oğlanlı qızlı bir yerdə oxuyurlar da, tələbədir də, filan, feşman. Nə filan peşmək? Açıq danış, mən də başa düşüm də. 2 gün bundan qabaq onu görürəm kinoda bir oğlanla. Oğlan heç, balaca bir şeydir, ağzından süt iyi gəlir, özü 4 göz. Məsələ onda deyil, məsələ ondadır ki, axı mən Həsən kimi vəhşi zat deyirəm axı. Birdən onları bir yerdə gördülər, onda nə olsun? Başa düşsən Murad, bizim heç birimizə yaramaz. Mən ona görə deyirəm ki, cəmaat söz çıxarar, sonra gəl bu dediqodunun qabağını al görüm necə alırsan. Sənin üçün də, mənim üçün də yaxşı düşməz axı Murad, başa düşürsən. Xatırcam al, onun başına mən bir oyun açmışım ki. Özün bilirsən də, oxumuş qızdır. Bilirəm oxumuş qızdır. Amma mən deyirəm ki də, tək başqaları bir şey görür. Qorxma, görməzlər, bu saat gelib danışarım onunla. Sabir. Gəlirəm. Solmazanı. Solmazı neynirsən? Dərs oxuyur. Nə olub be? Qoy dərsini oxusun da. Solmaz yenə kinoya gedilmiş bir dörd gözlü ilə. Kim görüb? Tevfik görüb. Tevfik. Danışmaq istəyirəm onunla. Sən qarışma. Mən özüm onunla danışarım. Güya sənin danışmağından bir şey çıxacaq. Maşallah, hamısı oxumuş olun mənim üçün. Özüm dərsini verəcəyim onun. Nə deyəcəksən ona? Eşidərsən indi. Nə deyəcəksən? Mən bilməm, bu xarabanın bir böyüyü var ya, yox. Salam. Qızım. Ay balam, o qabları apar içəri. Murad indi dərsini verəcək. Bilirəm nə üçün. Uşaqlarla kinoya getmişəm, Tevfik də bizi görüb. İncə dedi mənə. Nə qəribə adamdır. Özü bizimleydi, gülürdü, zarafatlaşırdı. Amma indi dalımca danışır. Tevfik səni təsadüfən görüb. Nə olsun ki? Təsadüfən görüb, sonra da bizimlə olub. Yaxşı, bəs o dörd gözlü kimdir? Bizim qrupanın sinif qomu. Qulaq as mənə bacım. Mən əlimdən gələni eləyirəm ki, sən də, o da oxuyub adam olasınız. Amma daha deməyiblər ki, oxuya namusunu da itir, vicdanını da. Yaxşı ki, səni Tevfik özü görüb. Birdən ayrıldım görəydi bəs onda? Mən nə deyirəm ki? Bəs mənim bir dəfə kinoya getməyə ixtiyarım yoxdur. Onun özünü elə həmişə tində görərsən, dayanıb uşaqlarla laqqırtı vurur. Mən gərək elə həmişə evdə oturam. Evlənərsə onda bir yerdə kinoya da gedərsiniz. Onda mən qarışmaram. Amma nə qədər ki bu evdə yaşayırsan, gərək böyü deyənə qulaq asırsan. Yaxşı, bəsdir, özün hər şeyi başa düşürsən, uşaq deyilsin ki. Yaxşı, sən ki ona belə hörmət eləyirsən. Bəs niyə o nə sənə hörmət eləyir, nə də sənin bacına? Avaraçılıqdan da ki, əl çəkmir. Şəhərdə işə düzəlib. Rayonlara gedib göllərdən, çaylardan torpaq getirəcək laboratoriya analiz üçün. Murat, Sabir bəsdir! والنجم والشجر يسجدون والسماء رفعها ووزن الميزان
إلا تطفى في الميزان وعقيم الوزن بالقسط ولو تكسر الميزان والأرض وزاها للأنام فيها فوشية والنخل ذات الإكمام والحب ذو العصف والريحان تبعي ربكما كالجمال خلق الإنسان من صلصال كالفخار وخلق الجان من مولج من نار فبأي آلاء ربكما تكذبان رب المشرقين ورب المغربين فبأي آلاء ربكما تكذبان مرج البحرين يلتقيان بينهما برزخ لا يبغيان فبأي آلاء ربكما تكذبان يخرج منهما اللؤلؤ والمرجان وله الجوار منشآت في البحر كالأعلام فبأي آلاء Gördün yazığın axırı necə oldu? Allah ona rəhmət eləsin. Vaxtında məsləhətimizə qulaq asmadı. Necə ki sən asmırsan. Qulaq as. Sənin də axırın belə olacaq, görək. Axı nə üçün heç kəs məni anlamaq istəmir, sən də həmçinin. Mən bu qızlarla bir yerdə işləyirəm. İş üçün bizə gəlirlər. Başa düşün, işdən savayı heç bir şeylə məşğul olmuruq. Başa düşəmirəm ki, sənin atan buna necə davam gətirir. Özün kömək. O ki, qaldı bir yerdə işlər görməyinizə. Onu da bilirik, uşaq da öyrür. Yaxşı daha kifayətli qurtar görək. فبأي آلاء ربكما تكذبان سنفرغ لكم أيها الثقلان فبأي آلاء ربكما Manatın yoxdur. يا Bu saat. ذكر الجن والإنس أن استطعتم أن تنفذوا من أقطار السماوات والأرض Ay səni çox sağ ol. Bircə pensiya çıxsaydım, heç dərdim olmazdı. Tofiği görməmsiz. Yox, görmədim. Ax, evə niyə gətirirsən? Hə? Hamı bir təhər başın giriyir də. Elə məni götür, mənim də tanışım var. Biləcəkdə qanduktur işləyir. Çox yaxşı arvad, elə yerə mən də gətirim elə. Ya Muradı götür, güya onun adamı yoxdur. Yaxşı, yaxşı, daha eləmərəm, qurtar görək də. Mən mühafəni Mustafa'dan alım, sən Tofiği tap. Yaxşı. Özünü əziyyətə salma. Zərəl yoxdur, elə indicə götürmüşəm. Çoxdan aparsan ha kişi, keç bu yana. Tofiği görməmsən? Özünü gicliyə qoyma. Atamın oğlu deyilən burnundan tökməsən bunları. Yaxşısı budur, qulaq as mənə. Daha lab zəhləmi tökmüşsə, səni rədd eləmək üçün. Bax, kifayət qədər materialımız da var. Onların əhvalatına görə də 11 sutqon var, la parxayın ola bilərsən. Hə, burada az yığmış əlinizdən ki, indi də gedib Lorana dadanmışsınız. Ana, bu boyda şəhər azlıq edirsən, hə? Heç olmasa atoğun adından uta. Buna bax, atamla işin olmasın. Bir də sənin nə ixtiyarın var ki, məni heç neyəstə tutmusan, hə? Axı mən nə eləmişəm, nə eləmişəm? Qışqırma. 15 sutka yatarsan, onda bilərsən nə eləmişsən. Özün də boğazını yırtma. Boğaz mənim də özüm bilərəm. Axı mən nə eləmişəm, nə eləmişəm? Birincisi, səni heyvanxanadan qovandan sonra harda işləyirsən? İşləyirəm. Bu da mənim spravkam, buyur. Bax, bax, keç yervə. Baş. Gözüm üstə. Bax, bax, bax. Xahiş edirəm, mən ölüm oldu, oxuy. Yaxşı, tutaq ki, belədir. Özlük apara bilmirsən. Bax, bunu əvvəl-axır sənə başa salacam. Yox, deyə görüm sənin nə ixtiyarın var ki, məni tutub getirmişsən bura. Didə. Bura bax, məni özümdən çıxartma. Göstərərəm sənə ixtiyarımı. Yığmışsınız məni boğaza. Dünən səpərəlini öldürüblər, mən düşmüşəm işə. Mən töhmət almışam. Bunun mənə nə daxlı var, hə? Hamının yerinə gələ, mən cavab verəm. Lazım gəlsə cavab verərsən, Lapoyana gedərsən. Dünən də Lorandan ərzi almışam. Nə ərzi? Tüpürüm o ərziyə. Nişanlı adamamsan da məni günahkar kimi tutub salmışsan bura. Kimsə 2 ayın ərzində 3 dəfə gəlib Lorana, girib çayxanaya, rayon mərkəzinə ağzından gələni deyib cəmaata. Yaxşı, bunu mən neynim, hə? Mən neynim, qardaşım, mən neynim? Bura bax, bu ya sənsən ya da sənin dostlarından biri. Düdük. Nə yazırsan? 15 sutka yazıram, sənin üçün. Niyə görə, hə? Elə ona görə, Lorana görə. Vicdanın olsa da vicdanın olsun. Heç nesində tutub gətirmişsən məni bura, indi də boynumu iş qoysan, hə? Yaxşı, de görüm kim gedmiş Lorana? Nə bilim? Deməli, sən özün gedmişsən Lorana. Vəssalam, elə belə də yazarıq. Mən ölüm olda, sən mənim canım. Baş üstə.